Deməli, bizim bugünkü dərsimiz hesablar planı haqqında olacaqdır. Öncədən ifadə edeyim ki, bu dərs e, maraqlı bir dərsdir. Səbəb nə ilə bağlıdır? Həm də aktual bir dərsdir. Çünki e, biz bundan əvvəlki dərsimizdə sırf e, hesablar planı üzərindən keçməmişdik. Səbəb nə idi? Səbəb o idi ki, mən öncədən sizə hesablar planı keçsəydim, daha çətin başa düşərdiniz. Və onu da bilin ki, hesablar planı bizə axtarış üçün lazımdır. Və deyə bilərsiniz ki, hesablar planı müəllim bizə nə üçün lazımdır? Birinci odur ki, biz sabahsı günü mühasibatı proqramında işləyərkən hesablar axtarmanın iki yolu var. Bir nömrə ilə axtara bilərik, hesab nömrəsini yaza bilərik, adını çıxarar qarşısına. İkinci variant odur ki, biz nömrə ilə yazmarıq, hesabın adını yazarıq, bu cür tapa bilərik. Hesablar planı elə bil ki, proqram təminatının arxa planını göstərmək üçün. Yəni bəzən hesablar plan adla demirlər, bəzən adətən praktikada deyirlər məsələn 111 nömrəli hesab, 223 nömrəli hesab, 221 nömrəli hesab. Öncədən deyim ki, biz keçdiyimiz hesablar planı məsələn bank sistemində başqa hesablar planıdır, o Mərkəzi Bank müəyyən edir. Ancaq özəl sektorda isə bunu Maliyyə Nazirliyi müəyyən edir. Hal-hazırki hesablar planı 2006-cı ildə qəbul edilir və Maliyyə Nazirliyinin bir özəl sektor üçün hazırladığı hesablar planıdır. Ümumiyyətlə hesablar planı proqram təminatları, yəni mühasibat proqramı təminatlarının arxa planı, yəni algoritmi birbaşa kodlama üzərindən gedir. Yəni bizə kodlamanı eləmək üçün mütləq bizə hesab nömrələri yazır. Yəni biz onu rəqəmlə ifadə eləməliyik. Hesabların özü iki yerə bölünür. Biri var sintetik hesab, bir də var analitik hesab. Bu sintetik hesabların ümumi adı. Yəni sintetik hesab dedikdə ümumiləşmiş hesablar, ümumi hesab bir hesab adı altında nəzərdə tutulur. Və yaxud bu hesabda minimum 3 rəqəmli olur. Hesab nömrəli minimum 3 rəqəmli olur. Yəni 3 rəqəmli hardasa 2 rəqəmli olmur. Hə, keçmişdə vardı, köhnə hesablar planı 2 rəqəmli idi. Ancaq bizdə mövcud sistemdə hal-hazırda olan hesablar planı 2 rəqəmlidir. Burada digər bir məsələ də onun ibarətdir ki, onun alt hesablarına isə analitik hesab deyilir, yəni sub hesab deyirlər. Yəni analitik nədir? Bir şeyin detalına enmək məsələsi. Yəni alt bir hesabıdır. Tutaq ki, məsələn nümunə verə bilərəm. Hal-hazırda sizinlə qrupda 3 nəfər var. Və bunlar nə deməkdir? O deməkdir ki, bu bir sintetik hesab, ümumi hesabdır. Məsəl üçün, tutaq ki, deyək ki, ikinci 6-cı günlər saat 9-da başlayan qruplar bir yəni sintetik hesabdır. Ancaq desək ki, oradakı fərdlər kimdir? Filan kəs, filan kəs, filan kəsdir. Bu nə deməkdir? Onlar üçün analitik hesablarını göstərir. Və yaxud bunu biraz da detallaşdıraq. Məsələn, pul vəsaitləri hesabı bizim sintetik hesabımızdır. Ümumi bir addır. Yox, bu pul vəsaitimiz bankdadır, kassadadır isə bunlar bizim analitik hesablarımızdır. Və yaxud deyək ki, mal ambarı. Mal ambarı bizim yəni bizim ümumi hesabımızdır və yaxud sintetik hesabımızdır. Yəni ümumi hesab deyəndə biz sintetik hesabı deyirik. Yəni sub hesab deyəndə analitik hesabı deyirik. Mal ambarımız bizim sintetik hesabımızdırsa, biz desək mal ambarını iki yerə bölsək, desək ki, biri xam mal ambarıdır, biri hazır məhsul ambarı, bir ticarət mal ambarıdır. Bu olacaq bizim nəyimiz? Artıq analitik hesabımız. Və yaxud deyək ki, başqa bir misal, deyək ki, bizim debitor borcumuz var. Debitor borc bizim ümumi hesabımızdır. Yəni sintetik hesabımızdır. Desək ki, o debitor borcun mənbələri hardandır? Deyə bilərik ki, xidmətə görə debitor borc ola bilər və yaxud mal satışına görə debitor borc ola bilər. Bunlar isə bizim məsələn analitik hesablarımızdır. Məsəl üçün digər tərəfdən məsələn öhdəliklə bağlı deyə bilərik. Öhdəliklə bağlı kreditor borc ümumi bir hesabımızdır. Biri var ki, A müəssisəsinə olan kreditor borc olacaq bir sub hesab, B müəssisəsinə
olan kreditor borc olacaq biri super hesab, digər SEM müəssisəsinə olan yəni debitor borc isə olacaq növbəti bir super hesab. Hesablar biz bundan əvvəlki dərsimizdə maliyyə hesabatında xatırlayırsınızsa biz gəlirdən xərci çıxdıq, qaldıq. Ümumi mənfəətdən çıxdıq. Yəni mənfəət vergisini aldıq, xalis mənfəət dividend olanda çıxırdıq, bölüşdürülməmiş mənfəət. Sonda o isə aldığımız bölüşdürülməmiş mənfəət və yaxud xalis mənfəəti biz xatırlayırsınızsa aparıb yazırdıq balans hesabatında. Yəni buna görə aktiv xərc, aktiv öhdəlik, kapital hesabları bunlar daimi hesablardır. Səbəb nədir daimi hesablardır? Yəni bunlar bağlanmırlar. Yəni bunlar əsas hesablardır və ya daimi hesablardır. Gəlir xərc hesabları isə köməkçi müvəqqəti hesablardır. Yəni fikir verdinizsə, yəni balans hesabatının elementləri hansılar? Aktiv öhdəlik kapitaldır. Deməli, bunlar balans hesabatında olan hesablar daimi hesablardır, əsas hesablardır. Və mənfəət zərər haqqında hesabatda olan hesablar gəlir xərc hesablar isə müvəqqəti hesab. Niyə müvəqqəti? Çünki gəlirdən xərc çıxırdı, axırda sonda bölüşdürülməmiş mənfəət və xalis mənfəət qalırdı. Biz də onu aparıb ya kapitalda dəyişiklik hesabatına yazırdıq, ya da aparıb balans hesabatına yazırdıq. Yəni nə deməkdir? Bir hesab yox olub, digər bir hesabı birləşdirilirsə, olurdu nə? Müvəqqəti hesablar. Məsələn, xalis mənfəət hesabının özü, bölüşdürülməmiş mənfəət hesabının özü. Bunlar nə olur? Gəlib kapital hesabına birləşirlər. Bunlar da onun müvəqqəti hesablar. Onun ki, aktiv hesablar, aktiv öhdəlik kapital hesabları, bunlar hansılardır? Bunlar bizə göstərir ki, bunlar birbaşa bizim yəni daimi hesablarımızdır. Gəlinin xərc hesabları isə bizim müvəqqəti hesablarımızdır. Öncədən deyim ki, bizə hesablarda ifadə elədiyimiz ki, mütləq və mütləq neçə hesab lazımdır? 3 rəqəmli hesab lazımdır. Yaxşı, hesab nömrəsinin asanlıqla tapmaq üçün nə etmək lazımdır? Birinci, hesabın adını doğru müəyyənləşdirmək lazımdır. Məsələn, müəyyən eləməliyik ki, pul vəsait hesabıdır, yoxsa nizamnamə kapital hesabı, yoxsa kreditor borc hesabıdır, yoxsa digər hesab. Niyə? Çünki biz onun hesab adını müəyyən eləyəndə biz həmin anda müəyyən eləyik ki, bu aktiva aiddir, öhdəliyə aiddir, kapitala aiddir, gəlir aiddir, xərcə aiddir. Çünki hesab qrupları da fərqlənir. Aktiv hesab nömrələri fərqlidir, öhdəliklərinki fərqlidir, kapitalınki fərqlidir, gəlirinki fərqlidir, xərcinki fərqlidir. Sonra artıq biz hesabın adını müəyyən eləyən kimi biz bilirik ki, məsələn, pul vəsaitsə bilirik ki, aktivdən söhbət gedir. Və ya kreditor borcu bizi öhdəlikdəndir. Və ya nizamnama kapitalısı bizi kapitaldandır. Xidmətdən gəlirsə bir də gəlirdir. Və ya deyirsə əmək haqqı xərci bilirik ki, xərc hesabıdır. Deməli, müəyyən etməli hansı elementə daxildir. Sonra hesabın aid olduğu dövrün qrupunu müəyyən eləmək. Bu çox önəmlidir. Mən bunu müəyyən eləmək üçün sizə bir dənə struktur yəni göstərəcəm. Bunun üzərində rahatçını tapasınız. Bu hesablardan 5 tür hesab var. Aktiv, öhdəlik, kapital, gəlir, xərc hesabları. Yadda saxlayın. Aktiv və öhdəlikdə uzun müddətli və qısa müddətli hesablar olduğunu müəyyən etmək lazımdır. Yəni, iki hesabda uzun müddətli, qısa müddətli anlayışı var. Bir aktivdə var, bir də öhdəlikdə var. Yəni, bu qısa müddətli, uzun müddətli anlayışı nə kapitalda yoxdur, nə yəni gəlirdə yoxdur, nə də xərcdə yoxdur. Sonra hesabın təqribi aid olduğu bölməyə müəyyən etməliyik ki, daha rahat yerin müəyyən edək. Və öncədən deyəm ki, hesab nömrəsini biz adətən əməliyyat jurnalına, T-hesaba və sınaq balansında adının soluna yazırıq. Sağına yox. Adının soluna yazırıq. Adının soluna yazırıq. Çünki önəmli bir yer. İndi mən sizə bir hesablar planı göstərmək istəyirəm. Ondan öncə mən bir hesablar qrupunu bir daha nəzərdən keçirək, daha sizin rahat başa düşməyiniz üçün. Baxın, burada maliyyə hesabatda hansı elementləri var?
biz 4 dənə maliyyə hesabatı keçdi. Hansılar aktivlər idi, kapital idi, öhdəlik idi, gəlirdi, xərcdi və digər də 2 dənə hesabımız var. Öncədən deyim ki, fikir verirsiniz, aktivlərdə və öhdəliklərdə uzun müddətli, qısa müddətli anlayışı var. Digərlərində yoxdur. Və biz adətən məsələ həll eləyən zaman və yaxud əvvəlki dərslərdə aktivlərdən sonra adətən öhdəliklər deyildi. Ancaq hesablar planında adətən belədir. Aktivlərdən sonra kapital gəlir. Yəni bunun da ciddi bir əhəmiyyəti yoxdur. Bunu biləsiniz. Bilmək lazımdır ki, aktiv hesabların dövrü necədir? Aktiv hesablar 100 ilə 299 arası olur. Məsəl üçün, biz pul vəsait hesabı axtarırsa, biz mütləq gedib onu harada axtarmalıyıq? Mütləq gedib onu aktivdə axtarmalıyıq və bilməliyik ki, o hesabın qrupu 100 ilə 299 arasıdır. Bu hesablar qrupu 100 artır. Və aktivlərin özü 2 yerə bölünür. Hər zaman birinci uzun müddətli olur. Uzun müddətli aktivlər 100 ilə 199 arasıdır. Qısa müddətli aktivlər 200 ilə 299 arasıdır. Biz uzun müddətli aktivlə qısa müddətli aktiv necə müəyyən eləmişdik? Xatırlayırsınızsa, 1 ilə 2 müddət olanlara qısa müddətli demişdik, 1 ildən artıq müddət olanlara isə uzun müddətli demişdik. Sonra gəlir kapital hesabı. Kapital hesabı 300 ilə 399 arasıdır. Hesab qrupu. Yəni biz nizamlama kapitalını və ya dividend hesabını axtarırsa, bizim 300-cü hesablarda axtarmalıyıq. Öhdəlik hesabları 2 yerə bölünür. Uzun müddətli, qısa müddətli. Uzun müddətli öhdəlik hesabları 400 ilə 499 arasıdır. Qısa müddətlilər isə 500 ilə 599 arasıdır. Gəlir hesabları 600-cü hesabdır. Xidmət gəlir olsun, mal gəlir olsun, digər gəlir hesabları olsun. Onlar 600 ilə 699 nömrəli hesablardır. Xərc hesabları neçədir? Xərc hesabları biz bilirik 700 ilə 799 arasıdır. Biz ümumi mənfəət zərər hesabı var. 801 nömrəli hesabdır. Hansıdır? Çünki biz gəldən xərc çıxandan sonra yeni bir hesab alır. Ona deyilir ümumi mənfəət hesabı və ümumi zərər hesabı. Yəni məsələ həllində də gördük. O olur 801 nömrəli hesab. Mənfəət vergisi hesabı isə bizə verir 901 nömrəsi. Deyə bilərsin, mən dividend necə oldu? Dividend kapitalın içindədir. Artıq ona əlavə bir hesab açmağa ehtiyac yoxdur. İndi mən sizə ümumi bir hesablar planı göstərirəm. Baxın, normal halda hesablar planı, Maliyyə Nazirliyinin tərtib elədiyi hesablar planı budur. Bu isə nəyə göstərir? Bu isə maliyyə hesabatının bölməsini və ya maddəsini göstərir. Bu necə işləyir? Baxın, burada hesab nömrəsi dedim 3 ilə başlayır. 3 rəqəmli olmalıdır. Ondan sağdakı isə 4 rəqəmli və ya 5 rəqəmli də ola bilər və ya 6 rəqəmli. Bunlar bu əsas hesabın, yəni bunun nə idi? Sub hesabıdır. Yəni bir hesab ən böyük hesab, bir hesab digər hesabın alt hesabıdırsa, ona sub hesab deyirlər və ya analitik hesab deyirlər. Fikir verdiniz, biz burada aktivləri nə dedik? Uzun müddətli aktivlər. Qarşısında nə yazmışam? 1 yazmışam. Qısa müddətdə nə yazmışam? 2 yazmışam. Hesablar planında da bunun bölməsi 1 olduğuna görə adına deyir uzun müddətli aktivlər. Məsələn, görürsünüz. Uzun müddətli aktivlər. Uzun müddətli aktivlərin özü də 2 yerə bölünür. Qeyri-maddi aktivlərə bölünür. Sonra da digər torpaq tikili avadanlıqlar. Öncədən deyim ki, bunlar bir-bir izah eləməyə ehtiyac yoxdur. Səbəb nədir? Səbəb o ki, biz bu dərsdən sonra bunları ayrı-ayrı detallarını inəcəyik. Ona görə də burada ehtiyac yoxdur. Ayrı-ayrı dərs formasında hesablar planı üzrə nəzərdən keçirəcək. Artıq bunların bu dərsdə izahına hələ ki ehtiyac duymur. Burada nədir? Fikir verdiniz, bu maliyyə hesabatının bölməsi hansıdır? Biri budur. Birdir. Birin yanına 0 yazıbdılar. Hesabatın yəni maddəsini aldılar. Onunla yanına 1 yazıbdılar. Alıbdılar hesab nömrəsi. Hesab nömrəsində yanına 1 yazıbdılar. Alıbdılar ki sub hesabı nömrəsi. 101'in yanına 2 yazıbdılar, bunu aldılar. 101'in yanına 3 yazıbdılar, bu hesab nömrəsini aldılar. Mesela 101'in yanına 4. Yəni nə deməkdir? Bu altdakı mesela bu hesabların hamısı
qeyri-maddi aktiv hesabdır və onlar sub hesablardır. Və yaxud gələk bura. Fikir versiniz burada 10 artır. Bax, 10, sonra gəlməlidir 11. 11 yanı 1 yazıb hesab alın. Onu da yanı sub hesablayıb növbəti hesab törədim. 11'den sonra bölmənin adı nə gəlir? 12 gəlir. 12'nin yanına 1 yazıb, məsələn, 1 hesab alsın. Hesab nömrəsi alıb. 10 yanına növbətini yazıb, növbəti hesab nömrəsi alıb. 13 gəlir. Gördünüz, bu cür davam edir. Məsələn, 11-ci hesaba baxaq. Bizim üçün ən çox lazım olacaq hesab. 11-ci bölüm. 11-ci bölməyimiz budur. 11-ci bölmənin yanına görsünüz, bunu qırmızı göstərmişəm, bunu yaşıl. Bir yazanda bir hesab qrupu alır. Nədir? Torpaq tikili avadanlıqlar. Yəni, buna əsas vəsaitlərdə deyə bilərik. Torpaq tikili avadanlıqlar nədir? 111 nömrə hesab. Artıq mən bunların altında torpağın dəyəri 111.1, tikilinin dəyəri 111.2, maşın avadanlıqlar 111.3, nəqliyyat vasitələri 111. Bunun hamısını eləyəndə, bunun hamısı bu kateqoriyanın içinə daxil olur. Yəni, bunların hamısı nədir? Torpaq tikili avadanlıqların içindədir. Bu hesaplar planı böyükdür. Yəni, fikir verirsə, bizdə bu 12 səhifə, hətta 20 səhifəyə yaxındır. 18 səhifə. Sadəcə bunu biz daha rahat öyrənməyimiz üçün mən sizə 4 səhifəlik bir də hesaplar planı verəcəm. Bizə ən çox məsələ həllində lazım olan hesaplardır. İndi onları bir daha baxaq. Onları biz buradan görə bilərik. Baxın, fikir versiniz. Burada 100, 101 nömrəli hesab, 102 nömrəli hesab, 103 nömrəli hesab. Bunlar bunun onun yanına bir yanına 0 qoyubdular, sonra yanına 1 qoyubdu, 2 qoyub, hesab nömrələri idi. Bunlar bizim hesab nömrələrimizdir. Mən burada nə eləmişim? Deyə bilərsiniz ki, müəllim, bəlkə müxtəlif hesablar oldu. Həmin hesab, yəni nömrəsi bu hesablar planında olmadı. Mən onda nə etməliyəm? Tövsiyə edilir ki, əsas hesablar planında həmin hesab nömrəsi varsa, onun üzərinə qeyd olunsun. Yox, həmin hesab nömrəsi yoxdursa, ona uyğun digər sub hesab yarada bilərik. Tutaq ki, biz görürük burada 8 dənə bu hesab. Mənə növbəti bir də hesab lazımdır. O hesab adı burada yoxdur. Mən nə edə bilərəm? Belə bir hesab yarada bilərəm. Məsələn, 9. Bunu belə də qoya bilərəm və ya nöqtə ilə də qoya bilərəm. 101.9. Nömrə hesab məsələn yarada bilərəm. O şeydə bir məhdudiyyətimiz yox. Bizə ən çox lazım olacaq torpaq tikili avadanlıqlar. Gözü 111 hesabın adıdır. Hesabla 111 olsa nə olur? Ümumi hesab və ya sintetik hesab deyirik. Onun bu sintetik hesab. Bunlar isə analitik hesablar. Niyə? Bunlar minimum 4 rəqəmdən başlayır. Bunu biləsiniz. Və bunlar da bu hesab qrupu. Elbə hesab qrupunun adı budur. Bunlar onun alt hesablarıdır. Elbə ki, ailədir. Ailənin özü bir sintetik hesabdır. Ailənin üzvləri isə onun analitik hesablarıdır. Və yaxud deyək ki, qrup, universitetdə qrup nömrəsi ümumi bir sintetik hesabdır. Onun içində hansı tələbələr var, onlar onun analitik hesabları. Fikir versiniz 111.5. Bu hesabın adı nədir? Digər torpaq tikili avadanlıqların dəyəri. Məsələ odur ki, bunların adları sadalanmıyor. Ki, nələr olur? Kompüterdə avadanlıq, printerdə, kondisionerdə. Ancaq bu adlı hesab yoxdur. Mən ona görə bu adlı hesab yaratmışam. 111.5.1, 111.5.2. Bu da bunun bir alt hesabıdır. Mən adətən bu tərtib elədiyim cədvəldə anadan gəlmə özündən burada sub hesabı varsa burada yazıram. Yox, mən bu sağda yazmışamsa bu demək ki, mən bunları özüm yaratmışam.
Yəni mən özümüz yaratdıq, onu fərqləndirmək üçün. Sabah sözsüz deyirsiniz ki, mən bir dənə də super hesab yaza bilərəm ki, məsəl deyirsiniz ki, mən birini də açıram, nədir? Deyirsiniz ki, mən adın qoyuram ki, məsəl üçün deyə bilərəm ki, məsəl üçün 111 5.5 111.5.5 adını qoyarıq ki, məsəl üçün elektron kavadanlıq. Məsəl üçün. Niye? Çünkü o adda hesabımız yoktu. Fikir verisi bu hansı hesaplar? Bizim aktivimiz uzun müddətli. Kısa müddətlilərə gəldik. Gözü iki yerə bölünür. Kısa müddətlilərdə ən başında nə gəlir? Məsəl üçün 205 nömrə hesabımız var. O nədir? Bizim mal ambarı, ticarət ambarı olan hesabımızdır. O 205 nömrəli hesabımızdır. Və yaxud gəlirəm debitor borclar. Debitor borclar qısa müddətli də ola bilər, uzun müddətli də ola bilər. Birlə kim olanlar qısa müddətlidir, birdən artıq olanlar isə uzun müddətli. Ona görə debitor borcuna bağlı iki anlayış arası edə bilərik. Çünki o da aktivə daxil. Aktivdə uzun müddətli də ola bilər, qısa müddətli də ola bilər. Görürsünüz, 211 nömrə nədir? Qısa müddətli debitor borclar. Ancaq biz uzun müddətdən axtarırsa, biz yuxarı qalxmağımız lazımdır. Məsələn, baxaq, görürsünüz, 171 nömrəli hesab. İkisi də debitor borc. Biri 171'dir, bir de 211. Niye 171'dir? Biz ona görə bilirik ki, uzun müddətlər dedi 100 ilə 199 arasında aktivlərdə. Qısa müddətlilər necədir? Qısa müddətli 200 ilə 299 arasında. Ona görə biri 171'dir, biri də 211'dir. Sonra gəlir məsəl üçün, baxaq, kapital hesabı. Kapital hesabı 301 nömrəli hesab. Nizamnoma kapitalı. Deyərsiniz, müəllim, 302 nömrəli hesab nədir? Axı o nizamnoma kapitalı. Bəli, o nizamnoma kapitalına bağlı hesabdır. Biz hələ ki 301 üzərinə eləyirik. Zaman keçəndə mən 302-də sizə izah eləyəcəm. Burada bir dənə məsələ var yoldaşlar. Görürsünüz, burada dividend ödəniş söhbəti yoxdur. Səbəb nədir? Səbəb o ki, dividend ödənişi də 341 nömrəli hesab demək. Niyə? Çünki dividend ödənişi xalis mənfəətini ödədiyimizə görə dividend ödənişinin özü də xalis mənfəətin içinə daxildir. Və ona görə də xalis mənfəət də olsa, dividend də olsa hər ikisini 341 olaraq qeyd edilir. Və deyirsiniz, müəllim, elan edilmiş dividendlə, elan edilmiş dividend hesabı qarşı gələcəkdə keçəcək. Hələ ki, bunu burada toxunmuruq. Ancaq elan edilmiş dividend başqa bir anlayışdır. Dividend öhdəliyi başqa bir anlayışdır. Bizdə baxın, burada bizim dividend öhdəliyi hesabımız da var. Mən göstərim sizə, baxın. Görürsünüz. 534 nömrəli hesab. Dividend hesabı. Yəni, dividend öhdəliyi hesabı budur. Elan edilmiş dividendlər yox. Niyə? Elan edilmiş dividend hesabı kapital hesabı ilə bağlıdır. Və yaxud bu adlı hesab yoxdur. Orijinalda əslində yoxdur. Yəni 538 nömrəli hesabın adı gəlir nədir? Digər qısa müddətli kreditor. Sadəcə mən bunun içərisində öhdəlik hesabları yaratmışam. Təsisdən borc, kombar öhdəliyi, internet öhdəliyi, alınmış borc. Ancaq burada mal gəlir, xidmət gəlir, bu əslində özündən var. Özündən olduğuna görə mən 601.1 ilə 601.2-ni bu sütunda qeyd eləməmişəm. Ancaq buradakına bax, burada qeyd eləmişəm ki, mən özüm qeyd elədiyimini artırdığımdan əslində qeyd olanla ayrı. Əslində, əsli belədir. 601.1 nömrəli mal gəlirdi, 601.2 xidmət gəlirdi. Xərc hesabları da bunlardır. Xərc hesabları da bunlardır. Deyə bilərsiniz ki, müəllim, bəs burada biz iki cür kateqoriya görürük ki, həm kommersiya bankları, həm kommersiya xərcləri, həm də inzibati xərclər. Halbuki eyni hesabdır. Xam mal material burada da var, burada da var. İşçi yetişdirən xərclər burada. Fərqi nədir? Yoldaşlar, öncədən qısacası deyim, kommersiya xərcləri sırf istehsal sektorundan bağlıdır. Malın mayə dəyərinin hesablanmasında meydana gəlir. Məsəl üçün, tutaq ki, biri çörək hazırlayırsa, bu zaman işçinin əmək haqqı xərci
kommersiya xərci hesab ediləcək. Yox, biri təlim verirsə, eləyirsə, xidmət sektorundadırsa, bu zaman onun əmək haqqı xərci isə inzibati xəstə kateqoriyasında olacaq. Biz daha çox məsələ həlli zamanı daha yaxşı mənimsəmək üçün istəsəz 711-də qeyd edirsə, 711 üzərindən qeyd edirsə doğrudur. 721 üzərindən. Hər ikisi üzərindən qeyd eləməyə tövsiyə edirəm ki, əliniz öyrəşsin. Digər xəstə hesab, ezamiyyatı, icarə xərci, kommunal. Görürsünüz, bu adlı hesabımız yoxdur. Əslində, sadəcə mən bu adlı xərc hesabları açmışım. Ümumi mənfəət hesabımızda məsələn 801 nömrəli hesab. İndi mən bundan əvvəl bir məsələ əldə eləmişdik. Onun üzərində bu keçdiyimiz dərsi praktik eləyəcək. Baxaq, bu bizim əmələ sunalımızdır. Baxırıq, pul vəsaiti. Pul vəsaiti baxırıq ki, aktiv hesab. Görürsünüz, burada hesab nömrəsi yapmış. Aktiv hesab. Deməli, pul vəsaiti aktiv hesabdır. Biz müəyyən elədik. Hansı aktiv hesabdır? Qısa müddətdir. Ona görə qısa müddətli neçə ilə başlayır? 200 ilə başlayır. Biz gələcəyik, avtomatik gələcəyik bura. 200 ilə başlayır. Gəlib görəcəyik ki, burada 200 nömrə hesab var. Bax. Burada da 200 görürük. Pul vəsaitlər əsas 201-də də ola bilər. Əsas. 221-də də ola bilər. 223-də də ola bilər. Ona görə mən tövsiyə edirəm ki, hər zaman eləyən zaman həm 221-i qeyd edin, həm 223-i. 221 kassanı göstərir, 223 bankası. Elə bir ki, siz xidmət satmasınız. Ya o banka ödəlməlidir, bank hesabına, ya da kassaya. Elə bir satıcısınız. Ya pul kassaya ödənilsə 221-ə gedir. Yox, kart eləsə 223-ə gedəcək. Mən həmin an gəltirirəm, yanına 221-lə 223 yazılır. Nizamlama kapitalı. Nizamlama kapitalı hansı hesabımızdır? Biz baxırıq 300 ilə başlayır. Adım görür 301 görürsünüz. 301 nömrə hesabı. Gətirib onu yanına 301 yazırıq. Ardından yenə görürəm ki, yenə pul vəsaiti var. Eynisini yazırıq. Növbətdə görürük ki, bizim təsisi borcu hesabımız var. Təsisi borcu hesabımız. Baxırıq ki, təsisi borcu hansı hesab? Öhdəlik hesabıdır. Gəlirik biz, baxırıq bura. Təsisi borcu deyəndə ağla gəlir öhdəlik hesab. Öhdəliklərimiz neçə ilə başlayır? Biz bilirik ki, öhdəlik hesablarımız 400 ilə başlayır. 400 ilə başlayır. Gəlirik bura. 400-də uzun müddətli. İndi baxın burada bizim təsisi borcu hesabımız. Özümüzdən yaratmış. Necədir? 538.1. Yenə pul vəsaitim yenə buradadır. Bank krediti. Bank krediti nədir? Öhdəlik hesabı. Həminlə gəlirəm öhdəlik hesabına. Baxın. Qısa müddətli də ola bilər, uzun müddətli də. Məsələn, şərtnamə. Bank krediti burada neçədir? Uzun müddətlidir. Birdən 500 ilə başlayan adı qısa müddətlidir. Ona görə 401-də yazaq, 501-də yazaq. Bura. 401-də yazıram, 501. 401 uzun müddətli, 501 qısa müddətli. Pul vəsaiti yenə olduğu kimi. Biz bütün pul vəsaitlərinə rahatçılığına bu hesablar yazırıq. Bütün pul vəsaitlərini. Baxın. Məsələn, buradadır yazırıq. Buradadır yazırıq. Buradadır məsələn yazırıq. Sonra buradadır yazırıq. Bu tür. Sonuncusu dividendi yazırıq məsələn. Ki verilir. Sonra gəlirəm alınmış borc. Alınmış borc yeni mənim öhdəlik hesabım. Öhdəlik hesabım olduğuna görə baxırım bura. Görürsünüz, burada bizim alınmış uzun müddət avans yox. Baxaq yenə bura. Baxın, alınmış borc. 538.4 götürə bilərik.
Sup hesabımız var. 538.4. Mal ambarı. Mal ambarı deyəndə nə ağzıma gəlir? Aktiv hesab ağzımıza gəlir. Aktiv hesablar mal ambarı hansı uzun müddətli, qısa müddətli? Biz bilirik ki, mal ambarı qısa müddətlidir. Ona görə biz onu 200-dən başlayın hesablar. 205 nömrəli hesab. Tutaq ki, mən bunu yazdıram 205 nömrəli hesab. Sabahsı günü belə olsaydı, məsəl üçün, bu olsaydı, iki mal çeşidim olsaydı. Mal deseydim, mal ambarında hem kompüter var hem telefon var. O zaman mala sup hesap kimi bir kompütere koyardı 205.1 veya telefonda da koyardı 205.2. Yani sup hesap biz yaratmakta serbest yok mesela. Kreditor borç öhdəlik hesabımızdır. Baxırıq kreditor borç. 400'den başlayır. Gəlir. Baxırıq, burada bizim kreditor borç hesabımız var. Baxın, 431.431 431 2 versin 431 və bu uzun müddətdir. Onun qısa müddətlisi də var. Baxın, 431 531. Ona görə çalışıb hər ikisini yazmaq lazımdır ki, əliniz öyrəşsin. Hələ ki, bizim belə bir məhdudiyyətimiz. SMM-də nədir? Xərc hesabımızdır. Bəli. Gəlli 700 nömrəli hesab. Niyə? Biz bilirik ki, xərcsiz hesabla 700 ilə başlayır. Görürsünüz, burada var. 701.3. SMM-də satılan məhsulun maya dəyəri. Onu da buraya yazırıq. Mal ambarı yenə 205. Kopyalarını yazırıq ki, buraya əliniz öyrəşsin. Debitor borç. Gəldi. Debitor borç hesabımız hansıdır? Biz bilirik debitor borçlar neçə ilə başlayır? İki cürü var. Uzun müddətli debitor borçlar, qısa müddətli. Onlar da aktiv hesablar. O zaman nə edəcəyik biz? Biz baxacağıq bura. Aktivlər gələcək. Aktivlər. Burada hesab nömrələri bax yenə deyim. Aralıqlarıdır. Gəldim bura. 171'də də var. Görürsünüz. 211'də də var. Biri uzun müddətli, biri qısa müddətli. Ona görə çalışıb hər ikisini yazmaq lazımdır. Birini yazar 171, birini yazar 211. Debitor borc yenə məsələn, maldan gəlir. Mal gəlir deyəndə nə nəzərdə tutulur? Biz bilirik ki, 600 nömrəli hesablardır. 2 versə görərsiniz, baxın. Xidmət gəlir, mal gəlir 601.1'dir, xidmət gəlir 601.2'dir. Deməli, maldan söhbət gəlsə 601.1'dir. Debitor borc onun için. Burada xidmət gəlir, baxın, neçədir? Biz bölürük 601.2. Mal gəlir neçədir? 601.1. Debitor borcumuz nə qədərdir? 771 də ola bilər, 211 də ola bilər. Qısa müddətli, uzun müddətli olmasına asılı olaraq. Əmək haqqı xərci. Gəldi artıq xərc hesablarımıza. Xərc hesablarımız 700-dən başlayır. Baxın burada. Biz bunu 711.2-də qeyd edə bilərik. 721.2-də. Siz bizdə istehsal üzərindən dəstək davam eləmədiyini görürsünüz. Siz bunu 721 üzərindən qeyd eləməyiniz daha məqsədə uyğundur. Əmək haqqı öhdəliyi. Əmək haqqı öhdəliyi tütün tapanda gəlir, biz bilirik ki, 500-dən başlayan hesablar. Niyə? Çünki əmək haqqı öhdəliyi qısa müddətlidir. Onu dözdə öhdəliyi hesabını axtarmağa ehtiyac yoxdur. Biz baxırıq 533'dən. Gətir yazırıq 533. Həmsinin bura. Avadanlıq gəldik. Avadanlıq gəldi. Avadanlıq deyəndə ağlına nə gəlir? Torpaq tikili avadanlıq. Baxın. Baxın. Yazır nə? Maşın və avadanlıqların dəyəri. 111.3. Ben bunu yazacağım. 111.3. Kreditor borc. Biz kreditor borcu qeyd eləmişdik. Burada neçə? Bu. Təkcə burada yazılır.
Növbətdə nədir bizim? Verilmiş borc. Hə, verilmiş borc necədir? Aktiv hesabdır. Deməli, biz onu burada tapacağıq. Gələcəyik bura. Görürsünüz. Verilmiş borçsa yenə uzun müddətli ola bilər, qısa müddətli. 182-də var. Verilmiş uzun müddətli borclar. Bir də verilmiş qısa müddətli bölüm. 182, 233. Yazırıq 182, 233. Dividend ödəniş. Hə, dividend ödənişi ifadə elədim ki, dividend ödənişi bölüşdürülməmiş mənfəətin içində olduğuna görə, yəni birlikdə xalis mənfəətin içində olduğuna görə elə xalis mənfəət dividend anlayışı bərabər. Hər ikisi 300 neçədədir? 341-dədir. Baxırıq bura. Burada. 341 nömrəsi. Deyə bilərsin, niyə? Bunu izləyin. Xalis mənfəət çıxılsın, dividend bərabər edir, bölüşdürülməmiş mənfəət. Bu nə deməkdir? Bu o deməkdir ki, biz bu zaman bunu adlatsaq bərabərin bu yanına, biz belə alacağıq. Olacaq, xalis mənfəət bərabər olacaq, bölüşdürülməmiş mənfəət. Tərz eləsə, müəssisədə bölüşdürülməmiş mənfəət qalmır, yoxdur. Olmadığı tədqiqdən olacaq. Tərz eləsə yoxdur, sıfırdır. Onda belə olacaq. Baxın, bunu sıfır hesab eləsək, hamısının dividend kimi təsirçi ödəyir. O zaman nə olacaq? O zaman hamısı xalis mənfəət dividendi bərabər olduğuna görə, onca hər ikisi 341-də qeyd edilir. Baxdıq, növbətidə bunu da qeyd elədik. 341. Dividend öhdəliyi. Dividend öhdəliyi həmlə getdiyi öhdəlik hesabımız. Burada var ki, bax, dividendlərin ödənilməsi təhsilə kreditor burslar. 534 nöqtə. Belə 534. Dividend öhdəliyi də bu qədər. Bizim bir nömrəli məsələnin hesablar planı bu cür formadadır.